İndi dayandığımız bu meydanda, onun yaxınlığındakı metro stansiyada 1990-cı illərədək 11-ci Qızıl Ordu adlanırdı. Yanvarın 19-undan 20-sinə keçən gecə Sovet qoşunlarının, yəni 11-ci Qızıl Ordunun törətdiyi faciəyədir. Mənim yaşıdlarım bunu tarix kitablarından və televiziyaların lent yaddaşından bilsə də, bu böyüklərimizin gözləri qarşısında yaşanmış bir faciədir. Elə həmin gecə xalqımız üçün bir dönüş tarixi oldu. 1990-cı ildən sonra bu meydanda, onun yaxınlığındakı metro stansiyada şəhidlərimizin xatirəsinə 20 yanvar adlandırıldı. Metroya daxil olarkən bu lövhəni görən hər kəs o qanlı gecəni xatırlayır. Bu lövhələrdə 20 yanvar şəhidlərinin adları həkk olunur. 1987-ci ildə istifadəyə verilən bu stansiya həm də xilas edici bir rol oynayır. 20 yanvar günü güllələrdən qaçan əlyalın əhali sığınacaq kimi metroya üst tutdu. Şahidlər deyir ki, həmin gecə stansiyaya daxil olan qatarlar tam dolur, ondan sonra stansiyadan çıxır və yeni qatarlar xilaskarlıq missiyasını yerinə yetirmək üçün stansiyaya daxil olurdular. Cəmi 4 il sonra bu stansiya daha bir qanlı faciəyə şahidlik edir. Ermənilərin xaincəsinə törətdiyi terror nəticəsində günahsız insanlar qətlə yetirilir. Burada adları həkk olunanlar elə həmin gün 1994-cü il 19 martda ermənilərin törətdiyi terrorun qurbanlarıdır. Həmin gün ermənilərin qatarını baş vaqonuna quraşdırdığı bombanın partlaması nəticəsində 14 nəfər insan həlak olur, 49 nəfər isə yaralanır. Həlak olanlar arasında Azərbaycanın xalq artisti Rafiq Babayev də olub. Rafiq Babayev milli musiqi ilə qərb və şərq musiqisinin sintezini yaradan, muğam və xalq melodiyalarını caz ritmləri üstündə uğurla təqdim edən bir sənətkardır. Sanki yaşayacaqlarını hiss edilmiş kimi, o ölümündən bir il əvvəl çəkilən Təxminə və Zarı filminin soundtrackdə olan Əlvida kompozisiyasını özü ifadə edir. Görüşdük, nə çətin, ayrıldıq, nə asan. Hardasan həyatım, varmısan, yoxmusan? Mən səni izlədim, günah tək gizlədim. Hər səhər, hər axşam, hər gündüz, hər gecə gözlədim. Görüşdük, nə çətin, ayrıldıq, nə asan. Görkəmli bəstəkarın ömrü 57 yaşında, ömrünün ən gözəl çağında bu metroda bitir. Ömrümdə nə qaldı vəfasız dünyada. Əlvida, o günlər, ulduzlu gecələr, əlvida. Ömrümdən nə qaldı vəfasız dünyada. Stansiyanın divarlarında, həmçinin tavanda 20 yanvar günü xalqımızın qəhrəmanlığından bəhs edən şəkillər və təsvirlər həkk olunub. Məsələn, burada Ulu Öndər Heydər Əliyevin "Biz fəxr edirik ki, azadlıq uğrunda özünü qurban etmiş şəhidlərimiz var" sözləri öz əksini tapıb. Könlümün sevgili məhbubu mənim, vətənimdir, vətənim. Stansiyaya çatan qatarlarda Bayatı Şiraz muğamından fraqment səslənir.
Vatanımdır, vatanımdır, vatanım. Vatanı sevmeyen insan olmaz. Vatanı sevmeyen insan olmaz. Olsa da o şahsta vicdan olmaz. Ay dadibet, ay aman ey. Əziz Bakılılar və şəhərimizin qonaqları, bugün sizə yaxın tariximizdə yaşanan faciəvi günlərdən biri olsa da, xalqımızın yaddaşına qəhrəmanlıq tarixi kimi də yazılan 20 yanvarın adını ölümsüzləşdirən stansiyadan xəbər verdik. Növbəti stansiyamız Memar Əcəmidir. Hələlik.